Biz hər an müharibəyə hazır olmalıyıq. Azərbaycan hərbi büdcəsini artırır. Sentyabrın 6-sında Maliyyə Nazirliyinin yaydığı hesabata görə müdafiə və təhlükəsizlik büdcəsini 318 milyon manat artıraraq 2026-cı ildə ümumilikdə 8,7 milyard manata çatdırmağı planlaşdırır. Holding up that document. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri iki ölkə arasında sülh sazişinin mətnini paraflayıblar. Həmçinin Azərbaycan, Ermənistan və ABŞ liderləri dövlətlərarası münasibətlərin qurulması üçün bəyanat veriblər. Buna baxmayaraq, avqustun 21-də çıxış edən Prezident İlham Əliyev ordunu gücləndirməyin əhəmiyyətindən danışıb. Çünki dünyada proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük. Dövlət, xalq və silahlı qüvvələrimiz. Azərbaycanın hərbi büdcəsini artırmaq planı Ermənistanla sülh prosesində baş verən irəliləyişlərdən sonraya təsadüf edir. Təsdiq olunacağı təqdirdə ümumi büdcədə müdafiə və milli təhlükəsizlik xərclərinin payı 21% təşkil edəcək.